Bağışlayan ve mehriban Allah'ın adıyla her vaxtınız xeyir olsun değerli müminler, müminler, değerli şumavel əhli ve değerli qonaqlarımız. Her biriniz hoş geldiniz bugünkü bu güzel günde. Müslüman dünyasının en değerli günü bu gündür. Qədirxan bayramı münasibətində her birinizi təbrik edirəm. Bugün bizler için de en güzel gündür, en esası Şumavel əhalisi için güzel bir gündür. Çünkü necə deyək, bizler illərdir yetim kalmıştık. Evsiz, sahipsiz kalmıştık. Allah'ın bu güzel gününe şükür olsun ki, hem Müslümanların en güzel, en müqəddəs günü Qədirxan bayramı, hem de Şumavel Həzrəti Əbəlfəzl Abbas adına olan mesidimizin açılış günü elan oldu. Her birinizde Şumavel əhalisi başta olmaq ilə her birinizde təbrik edirəm. Təbii ki, bizler için kəndlər əsas deyil, bizler için en vacib olan mesidlərimizin çox olmasıdır. Ve en esası da o mesidlərimizin bərəkətli, ibadətli olmasıdır. Her birinizi təbrik edirəm başta özüm olmaq ilə ve en esası bu güzel mesidin tikilməsində bu güzel əraziyi bizlere ihsan eden, özü dünyasını değişmeden halallığını verən Mərzən xalaya Allah'tan rəhmət arzulayıram ve her birinizden xahiş edirəm, Mərzən xalanın ruhuna ucalı bir salavat xətmirləyin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir daha her birinizi təbrik edirəm bu güzel Qədirxan bayramı münasibetiyle. Ve her zaman olduğu gibi yine de bu güzel günde, bu güzel meclisin açılışıdır. Kur'an ile açılışımızı elan ederek, Kur'an-ı Kerim tilavetiyle ve Kur'an-ı Kerim tilavet etmesi için Şumavel Həzrət Əbəlfəzl Abbas mesidinin axırını Kərbəlayı Rəşada söz vermək istəyirəm. Ucalı salavatla Kərbəlayı Rəşadı dəvət edir. Allahümme salli ala Muhammed ve ali Ben de öz növbəmdə hər birinizə dərin təşəkkür edirəm. Gəldiniz, Allah qədəmlərinizi var eyləsin, Allah iki dünyanızı avad eyləsin inşallah. Həqiqətən bu böyük bir gündür, böyük bir bayramdır. Bu dünya müsəlmanları üçün dinin tamamlanması günüdür. Həzrəti Peyğəmbər 23 il təbliğ elədi, amma din tamamlanmadı. Bu günləri Həzrəti Peyğəmbər dini tamamladı. Həqiqətən bu bayram münasibəti ilə öz zamanəsinin və hər üç zamanın üçündə də böyük bir cəşn, böyük bir bayram olaraq bütün müsəlmanların üzərinə bu qapı açıldı. Allah bu qapıyı, Əhl-i Beyt məhəbbətini dünya və ahirətdə bizim əlimizdən almasın inşallah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا كان على النبي حرج فيما فرض الله له سنة الله في الذين خلوا من
الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبي وكان الله بكل شيء عليما يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوا بكرة وأصيلا صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله
Bəli, çox təşəkkür edirik Kərbəlayı Rəşad. Allah sizi var eləsin. Mən bir daha hər birinizi təbrik edirəm və çöldə qalan qardaşlardan da üzr istəyirik ki, ayaqda bizləri dinləyirlər. Hər kəs haqqını halal eləsin və göründüyü kimi də bizim mescidin mələkətidir da. Maşallah, qonaqlar axın edir. Daimi inşallah ibadətdə də bərəkəti bol olar. Hər zaman ibadətçilərimiz mesciddə çox olar. Bəli, mən ən əvvəllərdə təşəkkürlərimi bildirir. Yenə bildirilən dəyərli qonaqlarımız, ruhanlərimiz var. Hər birinizə söz verəcəm. Mən bu gözəl bayram günündə, bu gözəl mescidimizdə ən çox əziyyət çəkən Şakir əmmə təşəkkür edirəm. Allah sizi var eləsin. Hər zaman belə gözəl günlərdə, gözəl işlərdə qulluqçu olasınız Allah yolunda. Şakir əmmim hər kəs o dinləsin, bir iki dəqiqədə mən vaxtınızı alım. Şakir əmmim bizlərə burada bir xəlifə kimidir. Bizlərə bir böyük kimidir. Ən əsası Şüvaliye cəmaatı, dəyərli ruhanilərimiz də dinləsinlər. Şüvaliye cəmaatının yetim vaxtında gəldi bizə atalıq elədi. Bizlər yad əllərdə qalan zamanlarda bizlərə ev astı, bizə kömək oldu. Bizə axund gətirdi, ən əsası axundumuz oldu. Cənazəmizi qaldırmağa mollamız oldu. Biz düşmüşdük. Şüvaliye kəndi, neçə kəndlərin mərkəzidir, düşmüşdük kənd və kənd. Molla gəzirdi yolumuzu qaldırmaq üçün. İnşallah indən belə hər zaman Şüvaliye kəndi nümunəvi kəndlərdə olar. Ruhanlərimiz incinməsin da, indi olan sözlər demək lazımdır. Bəli, indi isə məclisimizi yenə də gözəlləşdirək bu gözəl gündə. Bu gözəl kəndində əvvəl saqqalları var. Mən iki nəfərə söz vermək istəyirəm. Zakir əmi salamlayıram. Zəhmət olmasa buyurun bizim dəyərli kəndimizi, gözəl insanı Zakir İsmailov kürsümüzə buyursun. Zakir əmi, buraya görə zəhmət olmasa sizdən bir iki kəlmə ürək sözləriniz Allah və inşallah yenə bir iki nəfərə söz verəcək. Buyurun. Çox sağ olun. Dəyərli qonaqlar, qardaşlar, analar, bacılar, körpələr, hər birimizi mən bugün ürəkdən salamlayacağım. Ona görə ki, öncü günü Ruslan bəy dediyi kimi bizim Şüvaliye elində, siz heç bir eldə, hamı bütün ellərdə bizimdir, bizlər sizlərlə, sizlər də bizlərlənsiniz bilirik. Bu tikilən, bu Əbülhəs adına olan mesciddə hər birimizin üzünə açıqdır, hər həmişə gələdə biləsiniz, gözəl bayramlarda iştirak edə biləcəmişdir, hər birimiz. Mən yenə də salamlayacağım, yenə də mən bu binanın tikilişində, inşa olunmasında gözəl qardaşlarımızın zəhmətləri çoxdur. Mən adbadı saymayacağım, kimlər zəhmət çəkir ki, çox zəhmət çəkir, çox sıxıntılar yaşadıq. Şaşır qardaş, çox sağ olsun, sizlərlə beraber çox sıxıntıları yaşamağımıza baxmayaraq da bugünkü günü burada hər birimiz əyləşmiş. Var olasınız. Mən çox da danışmam, bugünkü gündə, Ürəyət bayramında hər birinizi yenə təbrik edirəm, hər birinizə gözəl günlər arzu edirəm, hər birinizin də bax bu kəndlərimizdə olan kimi bu gözəl mesələ gəlməyimizdə yenə gözəl günləri arzu edirəm. İmam Əlinin imamətə təyin olunan gündür. O günün münasibətilə də mən sizləri təbrik edirəm, özümdən beraber mübarək olsun. Hər birimizə gözəllik, sağlamlıq üzümüzə getirsinler. Var olasın, sağ olasın. Çox təşəkkür edirik Sakirəmi və elan verək ki, bizim bu gözəl gündə Qədirxan bayramı özəl 5 hədiyəmiz var. İnşallah hər kəsə paylanacaqdır və 3-ü Məşəd ziyarətidir, 2-si Türk olacaqdır, biri də ki, Şüvaliye əhlinə biz təyin edəcək inşallah, bizlər Allah nəsib edəsə. Bəli, yenə də bu gözəl günümüzə gözəllik atması üçün ilahiyyətçilərdə söz vermək istəyirik, dəyərli Maniyur İmam Əlinin Meclisinin axundu Hacı Hacıyev dəvət eləmək istəyirik. Ucalı salavatlarınızla Hacı Hacıyev dəvət edək. Allahümmə səlli əla Muhammed və Ali Muhammed.
Buyurun. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî cealena minel mutemessikîne bi vilayeti Aliyyin ve evlâdehul ma'sûmin aleyhisselam. Her birimizin bayramımız mübarek olsun. Bu mescitte maddi mənəvi her kimin ne əziyyəti olursa da Allah âli dərəcədə qəbul eləsin. Allah inşallah bu mübarək günü bütün dünya müsəlmanlarına, xüsusən Əhl-i Beyt dostlarına mübarək qərar versin inşallah. Məscid Allahın evləridir, Allahın yeryüzündə olan məkanlarıdır və inşallah bu məscid bugünkü İmam Əli Aleyhisselamın imamət günü və vilayət günü müsəlmanların ixtiyarına verilir. Ümid edilir ki inşallah bərəkətli və gözəl bir Allah evi olar və müsəlmanlar gəlib burada inşallah öz ibadətlərini yerinə yetirərlər. Başqa qonaqlar da var inşallah. Mən çox vaxtınızı almaq istəmirəm. Peyğəmbər salavatullah Peyğəmbərliyə seçilən gündən 3 il gizli təbliğatdan sonraki Peyğəmbərə vəhy gəldi. Bu risaləti artıq bəyan eləməlisən. Peyğəmbər az bir sayda insanlarla gəldi Kəbənin kənarına və orada Allahın dinini bəyan elədilər. Çox az bir dəstəklə. Və 23 il ərzində Peyğəmbərlə gecə gündüz Məkkə müşrikləri və bu gün vilayətlə vuruşanlar o gündə Peyğəmbərlə müharibə apardılar, müxtəlif yollara əl atdılar. Axırda qərara gəldilər ki, bunun bir dənə yolu var, öldürmək. Qurana qulaq asmağa qadağan elədilər, müharibələr, iqtisadi, müsəlmanları iqtisadi blokadiya saldılar. O gecədə kişilərlər öldürələr, o gecədə Quran buyurur, o iş əmələ gəlmədi, Bəqərə 207-də Allah təala buyurur ki, İmam Əli Peyğəmbərin yerində gecə yatdı. Və Peyğəmbər qurtuldu. Və gözlədilər bu hilələri də baş tutmalı. Gözlədilər ki, da dünyasını dəyişəndə da bunun oğlu yoxdur. Bunun dini elə bu dünyasını dəyişməklə aradan gedəcək. İmam Əli Aleyhisselamın haqqında Quran-ı Kərimdə çoxlu aşkar ayələr var, əziz qardaş bacılar. 1. Maidə surəsinin 67-ci ayəsi. Özünüz inşallah baxarsınız. Maidə surəsinin 3-cü ayəsi. Maidə surəsinin 3-cü ayəsində Allah çox incə bir nöqtəyə işarə edir. Əl-yevmə, bugün, yəni Qədir-Xum günü. Əl-yevmə yəysəl-ləzinə kəfəru ən-dinikum. Bugün o gündür ki, kafirlər bu dini aradan aparmaqdan əllərini üzdülər, naümid oldular. Ümidləri puç oldu. Niyə? Həzrət Əlinin vilayətindən, imamətindən. Əl-yevmə yəysəl-ləzinə kəfəru ən-dinikum. Əl-yevmə əkməltu ləkum dinəkum və əkməmtu aleykum ni'məti və rəzitu ləkumul-İslamə dinə. Bugün o gündür ki, neymət tamamlandı, din kamilləşdi və Allah İslam dinini ümmət üçün bəyəndi. Amma bu yol çətin yoldur, bu yol ağır yoldur. Bu yolda Əbu Zər Qəffari sürgün elədilər. Əlinin məhəbbətinə görə Əbu Zər Qəffari Rəbəzədə tək dünyasını dəyişdi. Bu yola görə Hücr ibn Əli boynu vuruldu. Bu yola görə Meysəm-i Təmmarı dara çəkdilər. Və bu gündə həmən vilayətin uğrunda görürsünüz ki, şəxsiyyətlər var ki, küfrün qabağında möhkəm dayandılar. Bütün dünya sübut elədilər ki, Əlinin balaları meydandadır. Hələ bu balalar Kovsər bulağının
suyu qaynayır. Şəcərə-i Təyyibənin pak ağacın meyvələri meydandadır və dünya bunu sübut elədilər. Bu yol yeri gələndə qurbanlıq tələb edilir. Gərək qurban olasan bu yola, vilayət yoluna. Necə ki, tarix boyu qurban oldular və bu günlərdə də böyük şəxsiyyətlər, xüsusən seyyidlər ki, o şəcərədən idilər, özlərini fəda elədilər vilayət yolunda, imamət yolunda. Allah inşallah onu bizə də nəsib eləsin. Yeri gələndə biz də eləyə bilək. O vilayət üçün Meysəm-i Təmmarın, Hücr ibn Ədinin, Əbu Zər-i Qəffarinin, Malik Əşlər-i Nəxəyinin işini biz də görə bilək tarixdə inşallah. Mən bir dənə hədislə sözümü yekünlüyorum, başqa qonaqlar da var. İmam Əli əleyhissalam buyurur, Mən əhəbbənə kanə mə'nə yevməl qiyamə. Kim bizi sevsə qiyamət günü bizlə bir yerdə olacaq və buyurur ki, vələv ənnə rəculən əhəbbə həcərən ləhəşərəllahu məəhu. Əgər bir nəfər bir daşı da sevsə, ona artıq məhəbbət göstərsə, Allah qiyamət günü həmən adamı o daşını məcbur edəcək. Yəni, kimlə bu dünyada ünsiyyətdəsən, maddi olaraq, mənəvi olaraq, qiyamət günü də onun sırasında olacaqsan. Əgər Əli əleyhissalam bunu daşı sevsən, daşına məcbur olacaqsan. Xoş sizin halınıza və bu el-obanın halına ki, belə bir gözəl məscid, məkan ixtiyarınıza verilir, bərəkətli olsun. Kimin ki zəhmətləri olub, Allah ali dərəcədə qəbul eləsin. İnşallah sizdən indən belə tələb olunan budur ki, Allahın evini boş qoymaq lazım gəlmir inşallah. Qabaqdan da Muharremul Haram gəlir. İnşallah bu məsciddə gözəl əza məclisləri keçirilər. Maddi və mənəvi dəstəyi olan hər bir kəsən Allah razı olsun. Onlar ki, zəhmət çəkiblər, Allah qəbul eləsin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu. Çox təşəkkür edirik hazırlarının. Bəli, indi isə yenə gözəl məclisimizdə gözəllik qatması üçün hər kəsin tanıdığı, hər birimizin sevimlisi olan Gürcüstanımızın dəyərli məqahı Səid Həsəniyə söz verək. Gözəl ilahilərlə inşallah yenə bir-birlə dəyərli qonaqlarımıza söz verəcəyik. Bugün alqışlar gəlsin Səid qardaşımız üçün. Ya Allah. Ya Allah. Bir daha bayramımız mübarek olsun. Allah İmam-ı Zaman Aleyhisselam'ın zuhurunu tercih eylesin inşallah bu bayramı. Ağamız, Mevlamız, Sərvərimiz həqiqə qeyd edək inşallah. Bugünkü möhtəşəm gün də biladət də əlinindir. Qonaqlar da əlinindir, ziyafət də əlinindir. Bugünkü möhtəşəm gün də biladət də əlinindir. Qonaqlar da əlinindir, ziyafət də əlinindir. Əlinin eşqinin daim qəlbində bəsləyər mömin. Təvəssül edib hər gün imamın səsləyər mömin. Başın kəsəndə zülm ilə təxarətdən deyər mömin. Qədirxun da əlinindir, xilafət də əlinindir. Bugünkü möhtəşəm gün də qonaqlar da əlinindir, biladət də əlinindir. Əlini səsləyib dar günündə Həzrəti Adəm, əlini səsləyib İsa, əlini səsləyib Məryəm, itaət vacibatdandır buyurdu Həzrəti Xatəm. İmamət də əlinindir, biladət də əlinindir. Bugünkü möhtəşəm gün də qonaqlar da əlinindir. Əli cani peyğəmbərdir, Əli Zəhraya dilbərdir, Əli şiri qəzəmfərdir, döyüşlərdən münəffərdir, Əli ruhdur mütəhhərdir, Əli hakimdir, rəhbərdir, ədalət də əlinindir, qəzavət də əlinindir. Bugünkü möhtəşəm gün də biladət də əlinindir, qədirxun da əlinindir. Əli dünyaya nimətdir, Əli dəryayı qeyrətdir, Əli mənayı hikmət
rəhmətdir, Əli rahi hidayətdir, Əli uşağı cənnətdir, Əli vallahi izzətdir, şəhadət də Əlinindir, məhəbbət də Əlinindir. Bugünkü möhtəşəm gündə viladət də Əlinindir. Ey dildilə gəl, denən məqam-ı ürfanda fəqət Əlini gördüm. Ayət-i Rizal-ı Səbrə baxdım Quranda, fəqət Əlini gördüm. Peyğəmbərin zamanında ustadlar məni bağışlasın. Mənəm deyənlər meydandan qaçdı. And olsun Əlinin canına, meydanda fəqət Əlini gördüm. Mən Əli eşqinə dünya dolu sevda deyərəm. Mənə lazım deyil bu bivəfa dünya deyərəm. Desələr dan əhl-i beyti, axı kimdir ki olar? Bizlərin hər birimizin atası Əlidir, anası Zəhradır. Atam Əlidir, anam Həzrət-i Zəhra deyərəm. Mən Əli eşqinə dünya dolu sevda deyərəm. Bu qədirxum günləridir. Ha, dedi Peyğəmbər Əli, əlini qaldırdı, dedi Əli ümmətə rəhbər sənsən. Bu həmən gündür qədirxum günü hətta deyərəm. Əli, dilimi doğrasalar, eyləsələr dilimdə Əli. Yenə bir parça dilimlə əlim övlaq deyərəm. Yenə bir parça dilimlə əlim övlaq deyərəm. Gözəl bir özümüzü ürəkdən gürültülü bir alqışlayaq. Mən yeni bir ifa okumuşum sevgəliyini. İnşallah okuyaq, sizlər də feyiz alasınız. Allah sizləri var etsin inşallah. Teşekkür ederim. Sayın Hasan'ın Allah sizi var etsin. Səsiniz hər zaman
inşallah. Bəli, yenə hər birinizin nəzərini çatdırmaq istəyirəm. Şimdi qonaqlar heç kəs heç yana tələsməsin. Sözdə duran qardaşlardan da xahiş edirik. İnsan süfrəmiz var. Zəhmət olmasa biraz da gözləyib bilirəm. Əziyyət çəkirsiniz, ayaqdasınız. Bəli, yenə dəyərli ustadlara söz verici birbirindən dəyərli doktor Nazır Faizi dəvət eləmək istəyir, gözəl sözlərlə, hədislərlə salavat xətm edək inşallah doktorun salamatçılığı üçün. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə Qədirxum bayramı münasibəti ilə hər birinizi təbrik edirəm və bu gözəl məscidin Şulavir əhli üçün bərəkətli olmasını bu günün ehtiramına uca Allahdan diləyirəm. İnşallah Allah bu məscidi bu el üçün bərəkətli məscidlərdən qərar versin inşallah. Və zəhməti keçənlərə də təşəkkür edirəm inşallah. Əcrlər Allahın anıdır. Torpaq sahibi Allah rəhmət eləsin və hər kəsin adına adı Mehriban xanım Allah uzun ömür, can sağlığı versin. Bugün bildiyimiz kimi Qədirxum bayramıdır və Qədirxum bayramı bizim üçün niyə dəyərlidir? Bu haqda bir neçə nöqtəyə işarə eləmək istəyirəm. Qədirxum bayramı bizim üçün ona görə dəyərlidir ki, Həzrəti Peyğəmbərdən sonra İslam tarixi, imamət tarixi iki hissəyə bölündü. Birinci hissə ki, Əli əleyhissalamın təyinatıyla mənəviyyat dolu tarix başladı İslam tarixində. Və ondan sonra belə desək, mənəviyyatsız bir cərəyan başladı. Qədirxum ona görə bizim üçün dəyərlidir ki, İslam tarixinin Peyğəmbərdən sonra mənəviyyat dolu yolu davam edir. İmam Əlinin seçilməyindən, İmam Əlinin Allah tərəfindən seçilməyindən bizə sübut oldu ki, bu yol mənəviyyatlı bir yoldur. İslamın ikinci tarixi hissəsi isə eyni orta məktəbdə tarix kitablarında oxuduğumuz bir tarixə bənzəyir. Niyə? Çünki ilahi təyinat yox idi. Hər bir yerdəki ilahi təyinat var, o tarix mənəviyyat dolu tarixdir. Diqqət eləməli bir nöqtədir, düşünməli bir nöqtədir. Qədirxum bizim üçün niyə dəyərlidir? Peyğəmbərdən sonra İslamın mənəviyyat dolu tarixi başladı və İmam-ı Zamanla bu günə kimi bu tarix davam edir. Və inşallah bu günün Allah ehtiramına bizi bu mənəviyyat dolu olan tarixdən, İmam Əlinin tarixindən, İmam Əlinin yolundan ayrı salmasın inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bir daha bayramınız mübarək olsun. Teşekkür ederim. Ben teşekkür ederim bir daha hepinize. Bu güzel günde bizim değerli konağımız Daştepe Cəmindən Kərbəlayı Vəli yani öz güzel gəzənləriyle, güzel məclisimizdə güzellik atacaq inşallah. Salavatla, uca salavatla Kərbəlayı Vəliyi dəvət edək. Allahümme salli ala Muhammed.
bayramın mübarek olsun. Allah bizleri bağışlasın. Ben ruhanlardan müdür size hala hakkında size bir nazar kısa olarak sizin nezarınıza çarptırırım. Nurutun aydan da göçeş. Ya emrel müminin. Kadir-hum bayramın mübarek. Ya emrel müminin. Her ne kadri hacı vardır. Onların baş tacıdır. Enbiyanın, evliyanın alem miracısan. Kabe'de dünyaya geldin. En mükemmel hacısan. Senden medrek. Ya emrel müminin. Kadir-hum bayramın mübarek. Ya emrel müminin. Kabe'de ne Havva ne Adem gelir. Ne Mesih ruhi mukaddes, ne Meryem gelir. Ne hanım Zehra Selamullah, ne Hatem gelir. Bu fazilet sendedir tek. Ya emrel müminin. Kadir-hum bayramın mübarek. Ya emrel müminin. Pak vücudun cümle hizmetlerden üstündür senin. Her yolun her istikametlerden üstündür senin. Cennetin cümle ibadetlerden üstündür senin. Yaddadır o cennet hendek. Ya emrel müminin. Kadir-hum bayramın mübarek. Ya emrel müminin. Hakkı tatmak için gerekli adet insanlara hak yolunun her istikametinden üstündür senin. Ruhunu sarpak süt emmiş beşeret insanlara sen ümidi, sen örnek. Ya emrel müminin. Kadir-hum bayramın mübarek. Ya emrel müminin. Ey sahabe, ey nebaşe, ey mehabbet madeni, içmişe meşkimde met eyleyip, dilim her an seni, sen bir yol kavrevinden lütfet, şahit beni, tek budur erken değildir, ya emrel müminin, Kadir-hum bayramın mübarek, ya emrel müminin. Tebrik ederim. Allah bayramını mübarek etsin. Teşekkür ederim. Allah size ömür versin. Ben analarımızdan xahiş edeyim ve sakitliğe riayet edeyim. Uşaqlarımızda yalan zəhmət olmasa. Ben yine de her birimizin değerlisi olan Seyyid bin İsmail Ağa'yı davet istedim kürsüye öz güzel hadisleriyle, şeraflarıyla güzel günümüze güzellik katsın inşallah. Salavat, bu da salavat diye. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. İnnehu hayrun nasirin ve mu'in. Değerli analar, bacılar, kardeşler, aksakallar, ahbirçənlər, mühtərəm ruhani kardeşlerim. Her birimizi müqəddəs ve mübarek Kadir-hum bayramı münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirəm. Bildiğimiz kimi bugün iki tane əlamətdar bir hadisəni
ehtiva eden bir gündür. Birincisi, bütün Əhl-i Beyt aşıqları üçün Qədirxan bayramı günüdür. Qədirxan günü o gündür ki, Peyğəmbərimiz Allah tərəfindən olunan əmri yerinə yetirdi və İmam Əli əleyhissalamın özündən sonraki haqq canişini olduğunu insanlara çatdırdı və onun imamətindən və vilayətindən itaət eləməyin vacibliyini insanların nəzərinə çatdırdı. Odur ki, bugün Əli aşıqları üçün çox əzəmətli və müqəddəs bir bayram günüdür. İkinci əlamətlər gün də birinci dərəcədə şuavi əhli üçün bu əlamətdar bir gündür. İkinci də hər birimiz üçün. O da beləncə bir müqəddəs məkanın açılışıdır. Allah evinin, məscidin. Uzun illər idi ki, bu ildə Allah evi, məscid yox idi. Bir çox insanların, qardaşların, möminlərin və möminələrin təşəbbüsü ilə bu Allah evi inşa edildi. Bu Allahın bu elə olan bəlkə də ən böyük hədiyyəsi oldu. Çünki məscidlərin haqqında biz Qur'an ayələrinə baxanda, hədislərə baxanda görürük ki, hər birimizin evindən ən dəyərli, ən müqəddəs məkan məhz elə məsciddir. İmam Əli əleyhissalam buyurur ki, məscid Allahı xatırlamaq üçün, yad etmək üçün ən gözəl yerdir. Möminlərin toplaşması üçün ən gözəl məkandır. Bir yer ki, orada Allahı yad etmək olar, yada salmaq olar. O yerin missiyası möminləri özündə cəmləyib Allahı xatırlatmaq ola. Təbii ki, ora öz mənəvi dəyərləri ilə həmin məntəqə üçün ən dəyərli bir yer sayılır, ev sayılır. Hədisdə var, buyurulur ki, necə ki, gecənin qaranlığında göydəki ulduzlar yer əhli üçün işıq kimi saçar, yerdəki məscidlər də göydəki mələklər üçün yerdən həmin işıq şəklində, nur şəklində saçar. Bu yerdə hər nə varsa qaranlıqdır. Mələklərin görə biləcəyi bir işıq, nur yoxdur bu qaranlıq aləmdə. Nə insanların varını görərlər, nə pulunu görərlər, nə ad sanını görərlər, nə şəxsiyyətini görərlər, nə vəzifəsini, məqamını görərlər, nə bir padişah görərlər, nə bir prezident görərlər, heç nəyi görməzlər. Yer üzündə bir tək nur şəklində, işıq səsi şəklində saçan bir şey görərlər, o da məscidlər var. Necə ki, gecənin qaranlığında göydəki ulduzlar göydən yer əhlinə işıq şəklində saçar,
və insanlar bir tək onları görərlər, ayı ulduzu, yer aləmindən də göydəki mələklərə görünən bir tək bir şey Allah evləri və məscidlər olar. Belənci müqəddəs bir məkanın açılışına toplaşmışıq. Təbii ki, belənci müqəddəs məkanların inşası da, tikilməyi də və bu tikilməkdə təşəbbüs, bu da hər adama nəsib qismət olmaz. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, Əuzu billahi minəşşeytanirracim İnnəmə yə'muru məsəcidallahi mən əmənə billahi vəl-yevmil əxir Kim məscid tikər? Bütün varlığı ilə Allaha inanan bəndələr. Bütün imanı ilə ahirət gününə, qiyamət gününə iman gətirən möminlər yalnız və yalnız Allah yalnız kəlməsi işlədir. İnnəmə yalnız Allah evini Allah'a və ahirətə könüllərində xalis iman daşıyıcıları Allah evinin inşasında təşəbbüs göstərərlər. Odur ki, xoş o insanların halına ki, bu məscidin tikilişində onların təşəbbüsü oldu, zəhməti keçdi, əməyi oldu. İstər görünə, yaxud da görünməyə, bu önəmli deyil. Önəmli budur ki, onların qəlbində o təpər oldu və az da olsa onlar da buranın inşasında iştirak edə bildilər. Kimisi çox zəhmət çəkdi, kimisi də az. Və bu məscidin torpağını, məkanını sağlığında hədiyyə edən anamızı mən xüsusi yad etmək, xatırlamaq istəyirəm. Allah bu müqəddəs gündə, bu əziz gündə, mübarək vilayət bayramında o anamıza da qəni-qəni rəhmət eləsin ki, ona belə bir gözəl addım atmaq, müqəddəs addım atmaq nəsib oldu və öz xoşluğu ilə bu məkanı Allah evinə hədiyyə elədi. Mən bir daha öz növbəmdə həm bu məscidin inşasında əməyi keçən, zəhməti keçən bütün qardaşlarıma səmimi qəlbdən təşəkkür edirəm və uca Allahdan arzu edirəm ki, Allah Təbarək və Teala neçə belə gözəl məscidlərin inşasında, tikilişində təşəbbüs göstərməyi onlara nəsib qismət eyləsin və onların əməl dəftərində yazılan xalis ibadətlərdən qərar versin inşallah Teala. Və bir daha hər birimizin gözü aydın olsun, hər birimizi mən təbrik edirəm. Şulavir əhlini, möminləri, müsəlmanları və bir daha bu müqəddəs bayram münasibəti ilə ürəkdən hər birimizi yenə təbrik edirəm. 2 dənə təbrikimiz var bugün. Birinci təbrik, vilayət və imamət bayramını yaşayırıq. Bunun təbrikidir. İkinci təbrik də bu müqəddəs məkanın məscidinin açılış təbrikidir. Həmişə ruhlarımız bol olsun,
həmişə Cənab-ı Haqqın nəzəri üzərimizdə olsun. Həmişə İmam Əlinin vilayətində sabit qədəm olasınız inşallah təbarək və təala. Allah bu dünyada o ağanın imamət vilayətindən və ziyarətindən, ahirətdə də şəfaətindən bizləri ayrı salmasın inşallah təala. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Teşekkür edirik İsmail abi, Allah siva eylesin. Yine de nəzərinizə çatdırım ki, inşallah bundan sonra hədiyələrimiz olacaqdır və ehsan sürəmiz var, heç kəs heç yana getməsin. Və yenə sizləri yormayaq, dəyərli məddahımız Said Həsəni dəvət edək, gözəl ilahilərlə gözəl günümüz gözəlləşsin inşallah. Said Həsən qardaşımızın eşqinə bir almışlar gəlsin. Allah mədə eləsin. Gözəl bir irfanımız gəlsin inşallah. Ali can bu vilayetin, Ali can bu vilayetin, yetirildi çok şerefe benim, yetirildi çok şerefe benim. O kadar adın değeren Ali, o kadar adın değeren Ali, götüren adın hedefe benim, götüren adın hedefe benim. Her aksa gönül kuşum eşkine, her aksa gönül kuşum eşkine, yetide yine nezefe benim, yetide yine nezefe benim. Aleme rehberdi Ali, 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 Sabri Musali, Ali, 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 Şafii mehşerdi Ali, 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 Şafii mehşerdi Ali, 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 Aleme rehberdi Ali, 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 Ali. Ölene kimi asayim, ölene kimi asayim, kereminde dalanım kerem, kereminde dalanım kerem. Ne kadar canım da canım kalır, ne kadar canım da canım kalır. Ben o rengine boyanım kerem, ben o rengine boyanım kerem. Ayağım eğer ne cefret sakal, ayağım eğer ne cefret eğer, başına senin dolanım gelir, başına senin dolanım gelir. Dehrinden sermayem Ali, 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 hedefim hep gayem Ali, 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 menayı her ayem Ali, 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 menayı her ayem Ali, 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 menayı her ayem Ali, 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 Ali. Allah var eylesin. Alkışlaya ve sözlere ilerliyoruz. Yine devam edelim inşallah sonunda. Teşekkür ederiz Said Bey, çok sağ olun. Bəli, qayaq edildiyimiz kimi hədiyələrimizi indi təqdim edəcəyik. Bəli, yenə də Allah Mərzan xalıya rəhmət eləsin, bu gözəl əraziyi, həddiyələri, ihsanləri və səbəbşər olan Mehriban xalıya Allah ömür versin, Allah şəfasını versin, biraz nasazlığı var. Zaşir əməyə təşəkkür edirik ki, bu ailə də çox böyük səbəb oldu və əməyi keçəni hər kəsə təşəkkür edirik. Bu gözəl meçidin inşasında əziyyət keçənlər oldu, ustalar var, maddi mənəvi dəyərlər, dəstək verənlər oldu. Allah hər birinizi var eləsin. Hər zaman əhl-i beyt yolunda qolluqsa olasın inşallah. Və indi isə gəldiyi hədiyələrimizə, bu hədiyələri burada indi mən deməyəcəm, ən gözəl ustadlardan bir neçə nəfərlə müraciət edək. Əvvələ saat hədiyələrimizi təqdim edək. Ən əsası sürpriz olan Məşhəd ziyarət hədiyələrimizi
təqdim edək. Allah qala hər kəsə nəsib eləsin. İnşallah bizlərə də vədə satanda ağa dəvət edərik inşallah. Mən ilk öncə Seyidimizin bərəkətli əlindən bir də üç sevməni xahiş edək. Seyid bərəkəti vardı. Ağa sizdən xahiş edək. Bir yana buyurun. Bəli, saat hədiyələri. 2 dənə saatımız var. İlk öncə saat hədiyələrini təqdim edirik. Ağa neçə oldu? 45 nömrə. Şimdi də 45. Zəhmət olmasın. Bəli, sizdə də 45 saat hədiyəsi. Hədiyə misafir, zəhmət olmasın. Zəhmət olmasa buyursunlar, bəli. Bəli, anamız sizə zəhmət, bizə xəsalət, zəhmət olmasa buyurun. Sizin hər zaman əhli beyt yolunda qulluqçu olası sizi də almışlar gəlsin bizə buyursunuz. Təşəkkür edirik. Bizim gözəl məsliniz bizə bərəkət verdiniz. İndi isə təbii ki, Hacı yerdə xahiş edəcəyik bir füş təksini buyur. Yenə saat hədiyəmizdir. Buyur, rəqəm var mı? 111 rəqəmi. Kimdən 111 nömrəsini belə baxın. 111. 101 yox, 111. 111, zəhmət olmasa buyurun. Buyurun ana. Sağ olun. İnşallah hər zaman namaz vaxtlarına baxarsınız. Almışlar gəlsin. Təbii ki, indi isə məşəd ziyarətlərimizi elan edəcək. Bəli, gələcək inşallah. Rıza bəydən xahiş edək. Buyurun ana. $95 nömrə şimdədir. 95. Anamızdadır. Məşəd ziyarəti nəsib oldu. Allah qəbul eləsin. Bəli, zəhmət olmasın. 45, 95 nömrə gəldi və 95 nömrə. Allah qəbul eləsin anam, inşallah yaxınlaşarıq anamıza. Adı çəkiliş işlə Bəli, son püşküdə mən təbii ki, bu gözəl gündə, bu gözəl məscidin ərsəsində ən çox əziyyət çəkən Şakir əmdən istəyəcəm. Biri bizim öykələrimizdə biz demişik şuayı sakinlərlə verəcək inşallah. Şakir əmə buyur. 13 rəqəmi gəldi. Bəli, 13 rəqəmi gəldi. 13 rəqəmi kimdədir, zəhmət olmasa yaxınlaşsın. Gəlir içində doğru, uşaqla yol verin, zəhmət olmasın, zamanlardan xahiş edək.